peşə təmayüllü siniflər üzrə 2026-2027-ci ildə 207 vakant yer üzrə imtahan keçirilib. Respublika üzrə 15 mərkəzdə ümumilikdə 2617 nəfər prosesə cəlb olunub. Bu vakansiyaların 56-sı qrup rəhbəri vəzifəsi, 151-i isə ixtisas müəllimi vəzifəsi üzrədir. İmtahandan ən yüksək bala toplayan 3 namizəd müsahibə mərhələsinə cəlb olunacaq ki, müsahibə mərhələsi zamanı biz namizədlərin nəzəri biliklərindən əlavə kompetensiyalarını qiymətləndirərək vəzifəyə ən uyğun namizədi müəyyənləşdirəcəyik və müsahibə mərhələsindən uğurla keçən vəzifəyə ən uyğun namizəd isə əmək fəaliyyətinə cəlb olunacaq ki, bu zaman həmin seçilən namizədlərin metodik və peşəkar bacarıqlarının artırılması məqsədi ilə eyni qaydada onları biz təlimlərə cəlb eləyəcəyik. Yaxşı keçdi. Suallar bir qədər çətin olsa belə, yəni rahat idi, yazmaq olurdu. İKT kompüter operatoru üzrə imtahan vermişdim. Balım 55 bal oldu. İmtahanı İKT Helpdesk sahəsi üzrə verdim. İmtahanın çox da çətin olmadığını düşünürəm. 56 bal topladım. Dərzi ixtisası üzrə imtahan vermişdim. İmtahan çox yaxşı keçdi. Sualların çətinlik dərəcəsi də normal idi. Qeyd edək ki, imtahanda iştirak etmək üçün ümumilikdə 6000-ə yaxın şəxs müraciət edib.